Qardaşım, nə vaxta kimi əziyyət çəkəsən, nə vaxta qədər yalanlara dözüb özünə zülüm edəsən. Müxalifət, iqtidar, dost cildində iblislər, fahişələr, zəmanə də bir tərəfdə. Nə vaxta qədər bu ləçərlərin saxta şirin gülüşləri ilə özünü aldadassan. Hətta bəzən xəyanət, ürək parçalayan sözlər, iftiralarla. Qardaşım, ömrünü nədən puç edirsən? Məgər Allah hər kəsin qismətinə öz ömür karvanın nəsib etməyib? Məgər sən gözəl həyatı haqq etməmisənmi? Hansısa axmaq bir fahişəni nazın çəkib uzunqulaq olmaqdansa, ştil əkib alaq edə bilmərsənmi öz halal hümmətinlə? İnsanlar bəzən axmaqlıq ucbatından məhv olur. Sən ki axmaq deyilsən, sən sadəcə dürüst, sevgiyə inanan pak birisən. Səndən niyə istifadə etsinlər axı? Axı bu özünə qəsd deməkdir, axı bu günahdır, qardaşım. Fahişələr kimdir ki, sən onlara Allahın əmanəti olan canı, ömrünü etibar edib həvalə edirsən? O həmin fahişə günü xoş, kefi kök, tuluğu tox olsun deyənə hər kəslə olmağa hazırdır. Sən olma, olsun digəri. Dəyərmi beləsinə bu qədər navaziş, diqqət, qardaşım? Unut, layiq olduğuna bırax qoy getsin. İndi isə dost, qalx və yürü. Kişi yıxılar da durardı. Səni sənin gür parıldayan bəxtin, yeni taleyin özlüyür. İnan mənə. Kainat fahişələrin deyil, öz oxu ətrafında fırlanır.